Büzlərə inanmağın hökmü nədir? Böyük və kiçik şirk ola bilərmi? Büzlərə inanmaq bir nəfəri dindən xaric edə bilərmi? Bu burcular bəhsində neçə cür inanmaq var. Fəqət burca aid deyil, ayrı bir məsələlərə də aiddir. Ulduzlara inanmaq, ulduz falına. İnsan bəzən onları müstəqil bir səbəb bilər. Yəni, güya məsələn, bürc insanın taleyini müstəqil həll eləyə bilər. Bu, bəli, Allaha şərik qoşmaqdır. Çünki aləmdə ancaq müstəqil səbəb Allahdır. Aslında aləmdə heç müstəqil səbəb qeyrullah yoxdur. Allahdan qeyr. Bəs burca bu cür müstəqil səbəb olaraq inanmaq. Amma bir nəfər burca əlamət inanır, səbəb yox. Demir bu səbəbdir, təsir qoyur. Deyir, o əlamətdir. Ehtimal verirəm düz ola deyəmsən. Əlamət ilə səbəbin fərqi var. Hələ o ehtimal bəhsi deyil. Əlamət budur ki, nişan verir. Səbəb deyil. Bax, onun indi bir dənə ot yandırıblar. Bu ot yandırmanın səbəbi kimdir? Mümkün bir də adamdır. Bəli. Amma tüssü onun əlamətidir. Tüssü səbəb deyil ki, ota. Bəli. Əlamətdir ota. Mümkündür bir nəfər bürcə əlamət kimin baxa, səbəb kimin baxmaya. Səbəb baxsa olar şirk. Əlamət kimin baxsa şirki deyil. Amma bu bir növ cəhalətdir. Çünki tamamı 100% burcular əlaməti görsətmir. Amma bizim hədislərimizdə vardır ki, bürcü bəhsində, ulduzlar bəhsində 100% əlamət bəşərin əlində yoxdur.